Zəngimi açdığın üçün çox sağ ol. Necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Bir neçə sualım var əslində sənə. Nə sualların varsa verə bilərsən. İlk sualım odur ki, rəssamlığa qəbul oldunmu? Yox. İlk il rəssamlığa qəbul ola bilmədim. Müəllimin kodlaşması səhv etdi və sən ilk il kəsildi. Bəs tanınmış dizayner ola bilmişəm? Tanınmış dizayner olmadın, amma tanınmış bir influencersan hal-hazırda. Ciddisən? Nə yaxşı. Bəs gəlir yerin hardan? Gəlir yerim artıq sosial şəbəkədəndir. Çünki illərdir bu səhifəni istifadə edirəm və artıq bir müddət sonra bu hobi kimi yox, işə çevrildi. Bir çox markalarla işləyirəm, tanınmış yerlərlə əməkdaşlıqlarım olur və gəlir yerim də burdan. İllər öncə olmaq istədiyim yerdəyəm, yoxsa hələ də yox? İllər əvvəl olmaq istədiyim yerdəyəmmi bilmirəm, amma bir çox xəyalımı bu gün reallaşdırmısan. Özünə maşın belə almışsan. Həyatında kimsə var bəs? Yox, həyatımda uzun müddətdə artıq heç kim yoxdur. Sadəcə özümlə baş-başa. Mənə maraqlıdır. Öz istədiyim biznesi aça bilmirsən bəs? O vaxtda dizayner olmaq istədiyim üçün geyim atelyesi açmaq istəyirdim, amma artıq həvəsim də yoxdur. Ağlımda başqa planlarım var. Sinif yoldaşlarından hələ də həyatında olan dostum var. Sinif yoldaşlarımdan əlaqəm qalanlar var, həm oğlan, həm qız, amma Nərmin hələ də həyatımdadır və hələ də yaxın dostlarımdan biri. Yaxşı, hələ də birlikdəsiz yəni. Çox sevindim. Bəs ailənlə yaşayırsan yoxsa tək evə çıxmısan? Tək evə çıxmamışam, hələ də ailəmlə yaşayıram. Əvvəl olduğu kimi yenə də ailəyə bağlı biriyəm. Başqa nə dəyişikliklər var? Yenə də öz ailəmindəsən. Əslində hələ də deyib, gülən, əylənən, öz ailəmində takılan biriyəm, amma məsuliyyətlərim çoxalıb. 23 yaşım var və sadəcə özümə yox, həmçinin ailəmə də baxıram. Artıq 2 ildir belədir. Amma xoşbəxtəm. Məncə sən çox güclüsən. Zəngimi açdığın üçün çox sağ ol. Öpürəm səni. Mən təşəkkür edirəm. Yaxşı ki, sənlə danışdıq. Öpürəm mən də. Hələlik.